Salam əziz şagirdlər, dərsimizin mövzusu bərk cismin xüsusi istilik tutumunun təyinidir. Gəlin əvvəlcə xüsusi istilik tutumuna aid əvvəlki dərslərdə öyrəndiyimiz bilikləri xatırlayaq və daha da genişləndirək. Sonra isə bərk cismin xüsusi istilik tutumunu kalorimetr adlanan cihazla necə təyin etmək olar, bu haqda danışacağıq. Xüsusi istilik tutumu ədədi qiymətcə 1 kiloqram kütləli maddəni 1 dərəcə Selsi və ya 1 Kelvin qızdırmaq üçün tələb olunan istilik miqdarına bərabər olan fiziki kəmiyyətdir. Yəni bilirik ki, cismi qızdırmaq üçün bu cismə istilik miqdarı vermək lazımdır. Və cismə verilən istilik miqdarı bu cismin kütləsindən, temperatur dəyişməsindən, yəni biz cismin temperaturunu nə qədər dəyişirik, az və ya çox ondan da asılıdır, həm də cismin maddəsinin növündən asılıdır. Maddənin növünü xarakterizə edən kəmiyyət xüsusi istilik tutumudur. Xüsusi istilik tutumunun düsturu S bərabərdir, kiçik S hərfidir. Q bölək M delta T bərabərdir Q bölək M T2 çıxaq T1. Xüsusi istilik tutumunun ölçü vahidi 1 joule bölək kiloqram vuraq dərəcə Selsi və yaxud da 1 joule bölək kiloqram vuraq Kelvindir. 1 joule bölək kiloqram vuraq dərəcə Selsi və ya 1 joule bölək kiloqram vuraq Kelvin elə maddənin xüsusi istilik tutumudur ki, bu maddənin 1 kiloqramını 1 dərəcə Selsi və ya 1 Kelvin qızdırmaq üçün 1 joule istilik miqdarı sərf olunsun. Məsələn, suyun xüsusi istilik tutumu 4200 joule bölək kiloqram vuraq dərəcə Selsidir. Bu o deməkdir ki, 1 kiloqram kütləli suyun temperaturunu 1 dərəcə Selsi artırmaq üçün suya 4200 joule enerji vermək lazımdır. Xüsusi istilik tutumu ilə cismin kütləsinin hasilinə bərabər fiziki kəmiyyət cismin istilik tutumu adlanır. Böyük S hərfi ilə işarə olunur. Böyük S bərabərdir kiçik S vuraq M. Xüsusi istilik tutumu maddənin növündən və aqreqat halından asılıdır. Amma istilik tutumu həm də kütlədən asılıdır. Yəni, xüsusi istilik tutumu 1 kiloqram maddənin temperaturunu 1 dərəcə Selsi artırmaq üçün lazım olan istilik miqdarıdır, qeyd etdiyimiz kimi. Amma istilik tutumu verilmiş cismin temperaturunu 1 dərəcə Selsi artırmaq üçün lazım olan istilik miqdarıdır. Yəni, kütləsi M olan cismin istilik tutumunu tapmaq üçün M-i xüsusi istilik tutumuna S-yə vurmaq lazımdır. İstilik tutumunun düsturu S bərabərdir Q bölək delta T bərabərdir Q bölək T2 çıxaq T1. Burada delta T-ni Kelvin şkalası ilə də yazmaq olar, yəni delta böyük T ilə də yazmaq olar. Yəni bilirsiniz ki, Selsi və Kelvin şkalalarında temperatur dəyişmələri eynidir. Cismin qızarkən aldığı və ya soyuyarkən verdiyi istilik miqdarı isə Q bərabərdir MC delta T bərabərdir MC T2 çıxaq T1 və yaxud da Q bərabərdir böyük S, yəni istilik tutumu vuraq delta T. Bu da bərabərdir S, T2 çıxaq T1 düsturları ilə ifadə olunur. Əgər cisim qızırsa, onda T2 T1-dən çox olur, yəni cismin temperaturu artır, Q müsbət olur. Yəni qızan cisim istilik miqdarı alır. Buradan belə çıxır ki, cismin aldığı istilik miqdarı müsbət olur. Əgər cisim soyuyursa, onda son temperatur başlanğıc temperaturdan kiçik olur. Çünki cisim soyuyur, istilik miqdarı verir ətrafa. Və bu zaman delta T mənfi olduğu üçün Q də soyuyan cism üçün mənfi olur. Q-nun mənfi olması o deməkdir ki, cisimdən istilik miqdarı ayrılır və həmin cismin daxili enerjisi azalır. İstilik balansı tənliyi. Bilirdik ki, əvvəlki dərsdən öyrənmişdik ki, istilik mübadiləsində bir cisim enerji verir, o bir cisim enerji alır və yaxud da bir neçə cisimdən ibarət sistem ola bilər. Onda enerji verən cisimlərin verdikləri istilik miqdarlarının cəmi, enerji alan cisimlərin aldıqları istilik miqdarlarının cəminə modulca bərabərdir. Və yaxud da yaza bilərik Q1 üstəgəl Q2 bərabərdir 0. Burada Q1 verilən istilik miqdarı, Q2 isə alınan istilik miqdarıdır və ya əksinə də ola bilər. Onda biz Q1-in yerinə M1, S1, teta çıxılsın T1 yazaq. Teta istilik mübadiləsinin son temperaturudur. Yəni, istilik tarazlığı halındakı temperaturdur. Buna qərarlaşmış temperatur da deyilir.
Yəni hər iki cisim istilik mübadiləsinin sonunda eyni temperatura malik olur. Q2-nin də yerinə M2-S2 teta çıxılsın T2 yazsaq, onda belə bir tənlik alırıq. Bu tənlik istilik balansı tənliyi adlanır. Buradan biz teta son temperaturu M1S1T1 üzərinə gələk M2S2T2 bölək M1S1 üzərinə gələk M2S2 kimi tapa bilərik. Məsələlərdə cisimlərin istilik mübadiləsindən sonraki son temperaturunu, istilik tarazlığı halındakı temperaturunu siz bu düsturla hesablayacaqsınız. Xüsusi halda əgər M1 və M2 kütləli maddələr eyni maddələrdirsə, yəni cisimlər eyni maddədən təşkil olunubsa, o zaman S1 bərabər S2 olar. Çünki S maddənin növünü xarakteriz eləyir. Eyni maddələrin təbii ki, xüsusi istilik tutumlarını burada S1 bərabər S2 bərabər yazmalıyıq. Və eyni maddələr olduğu üçün sıxlıqlar da bərabərdir. Onda yaza bilərik ki, teta bərabərdir M1T1 üzərinə gələk M2T2 bölək M1 üzərinə gələk M2. Yəni S-lər ixtisar getdi. S1 də, S2 də bir-birinə bərabərdir. Kəsirin sürətindən S-ni mötərizə xaricinə çıxardıb, məxrəsdəki S ilə ixtisar edə bilərik. S1-i, S2-ni S-yə bərabər götürüb. M1-in yerinə ρ V1, M2-nin yerinə ρ V2 yazsaq, ρ'ları da ixtisar edərik. Onda alarıq ki, V1T1 üzərinə gələk V2T2 bölək V1 üzərinə gələk V2. Bu aldığımız son düstur maddələr eyni olarsa istilik tarazlığı halındakı temperatur düsturudur. 60 dərəcə Selsi temperaturlu 15 litr isti suya 20 dərəcə Selsi temperaturlu neçə litr soyuq su əlavə edilməlidir ki, qarışığın son temperaturu 30 dərəcə Selsi olsun. Belə bir məsələ var. Gəlin bu məsələni həll edək. Deməli, istilik balansı tənliyinə görə Q1 üzərinə gələk Q2 bərabərdir 0. Yəni bir cismin verdiyi istilik miqdarı ilə digər cismin aldığı istilik miqdarının cəmi 0 olmalıdır. Q1-in, Q2-nin uyğun qiymətlərini yerinə yazırıq. M1 ρ V1-dir, M2 isə ρ V2-dir. Yəni burada hər iki maddə sudur, ona görə sıxlıqlar eynidir. Onda ρ V1 teta çıxılsın T1 üzərinə gələk ρ V2 teta çıxılsın T2 bərabərdir 0 alarıq və ρ'ları ixtisar etsək V1 teta çıxılsın T1 üzərinə gələk V2 teta çıxılsın T2 bərabər 0 olar. Buradan da V2-ni taparıq. Məsələnin şərtində V2 soruşulur. T1 çıxılsın teta bölünsün teta çıxılsın T2 kəsirə vuraq V1. Bu da bərabərdir. Uyğun qiymətləri yerinə yazırıq. Yəni T1-in yerinə 60 dərəcə Selsi çıxılsın 30 dərəcə Selsi. Çünki son temperatur 30 dərəcə Selsi olub. Teta isə son temperaturu bildirir. Son temperaturdur. Məxrəsdə də 30 dərəcə Selsi çıxılsın 20 dərəcə Selsi. Kəsirə vurulsun 15 litr. Bərabərdir 45 litr alarıq. Bu, öyrəndiyimiz istilik balansına aid bir məsələ idi. İndi isə təcrid olunmuş sistemlərdə cismin xüsusi istilik tutumunu necə tapmaq olar? Bu haqda danışaq. Təcrid olunmuş sistemlər deyəndə nə başa düşürük? Yəni, o sistem istilik baxımından təcrid olunub. Biz burada istilik baxımından təcrid olunmuş sistemlərdən danışırıq. Yəni, sistemdən kənara istilik miqdarı verilmir, kənar cisimlərdən də sistemə istilik miqdarı verilmir. Belə təcrid olunmuş və yaxud da qapalı deyə bilərik. Qapalı sistemlərdə cismin aldığı və ya verdiyi istilik miqdarını, həm də cismin xüsusi istilik tutumunu kalorimetr adlanan cihazla təyin etmək olar. Kalorimetrin quruluşu şəkildə təsvir olunub. Baxın, kalorimetrin 2 stəkanı olur. Bu kalorimetrin stəkanı adlanır, alüminium stəkandır. Bu stəkan istilikdən təcrid olunsun deyə, kalorimetri istilikdən ətraf mühitdən təcrid etmək üçün plasmas stəkanın içərisində yerləşdirilir və plasmas stəkanın qapağında da termometri və qarışdırıcını daxil etmək üçün deşiklər mövcuddur. Biz indi kalorimetrlə cismin xüsusi istilik tutumunu necə təyin etmək olar? Bu haqda danışaq. Bizə nələr lazımdır? Burada qeyd olunub kalorimetr, laboratoriya termometri, tərəzi, çəki daşları, menzurka, alüminium və mis silindirlər. Yəni biz alüminium və yaxud da mis silindirin xüsusi istilik tutumunu təyin etməliyik.
qarmaqlı məftil, su, salfet, elektrik çaydanı. Siz təcrübənin nəzəri hissəsini buradan öyrənib, təcrübəni praktiki şəkildə icra edə bilərsiniz. Nə etmək lazımdır? Əvvəlcə kalorimetr stəkanının kütləsini tərəzidə çəkirsiniz və kalorimetrə məsələn 200 qram soyuq su töküb temperaturunu ölçün. Bu həm suyun, həm də kalorimetrin başlanğıc temperaturlarıdır. Çünki su və kalorimetr bir müddətdən sonra istilik tarazlığına gəlir. Elektrik çaydanını işə salıb içərisindəki suyu qaynadın. Alüminium silindirin, hansı ki biz tutaq ki alüminium silindirin xüsusi istilik tutumunu təyin etmək istəyirik. Mis silindirin xüsusi istilik tutumunu təyin etsəniz də həmin silindirin kütləsini tərəzidə ölçməlisiniz. Sonra isə onu qarmaqlı məftillə qaynar suya batırın. Bir qədər gözləyin ki, su və alüminium silindir arasında istilik tarazlığı yaransın və silindiri sudan cəld çıxarın, qurulayıb kalorimetrə tam batırın. Kalorimetrin qapağını örtün. Silindirin başlanğıc temperaturu qaynar suyun temperaturuna bərabərdir. Çünki biz həmin o metal silindiri qaynar suyun içərisinə salmışdıq. Qaynayan suyun daha doğrusu içərisinə salmışdıq. Su bilirik ki, normal atmosfer təzyiqində 100 dərəcə Selsiyə bərabərdir. Suyun normal atmosfer təzyiqində qaynama temperaturu 100 dərəcə Selsiyə bərabərdir. Deməli, həmin qaynayan suyun içərisinə silindiri salıb bir qədər gözlədik ki, istilik tarazlığı yaransın. Deməli, həmin metal silindirində temperaturu 100 dərəcə Selsidir. Qarışdırıcı ilə suyu 1 dəqiqə təxminən qarışdırın və termometrin göstəricisi sabitləşdikdə suyun son temperaturunu qeyd edin. Həmin göstəricilərə əsasən, yəni təcrübədən aldığınız qiymətlərə əsasən istilik balansı tənliyinə görə siz mis və yaxud da alüminium silindir hansını istifadə etmişsinizsə, onun xüsusi istilik tutumunu tapa bilərsiniz. Yəni burada həmin bərk cisimlə, tutaq ki alüminium silindirlə deyək ki, alüminium materialdan ibarət cisimlə su və kalorimetr arasında istilik mübadiləsi gedir. O cismi qaynar suya salmışdıq, onun temperaturu çox idi. Suya və kalorimetrə enerji verdi. Onda bərk cismin verdiyi enerji suyun və kalorimetrin aldığı enerjilərə modulca bərabərdir. Uyğun düsturları yazmaqla, yəni Q-su bərabərdir M-su, S-su, teta çıxılsın T1 və buna uyğun olaraq kalorimetrin aldığı istilik miqdarının düsturunu yazmaqla, həmçinin bərk cismin verdiyi istilik miqdarı düsturunu yazmaqla biz istilik balansı tənliyi alırıq ki, bu tənlik, bax burada gördüyünüz tənlikdir. Və buradan da həmin alüminium silindirin xüsusi istilik tutumu, yəni C bərk cisim. Bərk cismin xüsusi istilik tutumu bu düsturla təyin oluna bilər. Dediyimiz kimi bu təcrübənin nəzəri hissəsi idi. Siz bu təcrübəni uyğun cihazlar əgər əlinizdə vardırsa, yəni bu cihazlardan istifadə edərək apara bilərsiniz. Beləliklə, əziz şagirdlər, dərsimizi burada yekunlaşdıraq. Biz xüsusi istilik tutumundan, istilik mübadiləsinin son temperaturundan, həmçinin bərk cismin xüsusi istilik tutumunu kalorimetr cihazı ilə necə tapmaq olar, bu haqda danışdıq. Növbəti dərsdə görüşənədək.